mən bir cavan oğlan tanıyırdım. Elə baba bu Bakıda. Bir cavan oğlan tanıyırdım ki, o gəlirdi namaza. Söhbətə qulaq asırdı, namaz qılmırdı, gedirdi. Sonra mən onunla tanış oldum. Sonra dost oldum. Sonra ondan soruşdular, mən soruşmadım. Mənim bir dostum vardı, o soruşmuşdu. Ki sən nə üçün namaz qılmırsan gedirsən? Halbuki orada namaz qılandı. Demişdim, mənim paltarımın hamısı, mən tələbəyəm Bakıda. Paltarımın hamısını atam alıb mənə. Atamın da gəlirinin hamısı haramdır. Mən gəlirəm, otururam burada, söhbətə qulaq asıram. Ondan sonra gedirəm evdə, paltarımın hamısını çıxardıram. Bir dənə fitə bağlayıram, onunla namaz qılıram. Allah onlara görə ruzi verir. Biz də elə bilirik ki, bizə ruzi verir. Bir dənə bağda, bir gözəl gülə görə bağman o bağı suvarır, o gülün şotunu alaqlar da su içir. Sevinir ki, deyəsən, mənə də su verir. Da bilmir ki, onun kölgəsində yatıbsan sən. Mən onunla dost olandan sonra dedim ki, mən razıyam şəxsi malımdan. Nə beytülmaldan yox, nə dövlət pulundan yox, nə başqa puldan yox, nə xumsudan yox, nə malimam, hesab. Bax, şəxsi öz pulundan, xumsu verilmiş puldan. Mən sənə corabdan papağa kimi paltar alın və fəxr edeyim ki, mənim pulum belə yolda xərclənir. Nə qədər elədim, qəbul eləmədim, imtina elədim. Dedi, gündə 2 saat, neçə aydır işləyirəm, pul yığmışam. O puluna paltar alacağım, özüm qazandığım puldan aldığım paltarına Allahıma ibadət eləyəcəyəm. Xahiş elədim, üzündən öpdüm, 1 manatın qəbul eləmədim. Əgər bax, istəyirik ki, namaz qılaq, namazımız da namaz ola, o namaz saxlayar. Fəhşadan saxlayar, münkərdən saxlayar. Orada ki, namaz qılır, ora təmiz ola, paltarı təmiz ola, hər bir şeyi yaxşı ola, yediyi təmiz ola. Bax, biri namazdır. İkincisi də ağızdır, boğazdır. Bunların ikisi düzəlsə qalan şey düzəlsə.